Ben bir proqramlarımı başladarkən, daha doğrusu bu işə girişərkən mən Sovet dönəmi ilə əlaqədar videolar hazırlayıram. Az çox izləyirsiniz məni. Şuarım mız qoyanların deyil, iz qoyanların yolundadır hər zaman. Çünki çalışan, bacarıqlı olan insanlara hər zaman mütləq mız qoyanlar var. İndi bu qədər şey öyrənmiş bir insan illa ki həyatında çox böyük mız qoyanlara rast gəlib. Onlar məsəl üçün o mız qoyanları dəf eləyib, iz açmaq üçün nə kimi yöntəmlərdən istifadə eləmisiniz? Onlarla necə başarmısınız? Çünki gənclərimizin çoxsu savadlıdır. Amma mız qoyanlara qarşı bir iradəsi, bir yöntəmi, bir qabiliyyəti yoxdur maalesef. Ya da zəifdir, azdır, tez pes eləyir. Amma siz böyük şeylərin öhdəsindən gəlmişsiniz. Hələ bizim kimi Azərbaycan cəmiyyətində daha çətindir bu mız qoyanlarla mübarizə aparmaq. Siz necə bacarmısınız bunu? Yöntəminiz nədir yəni? Bu yöndə nə tövsiyə edirsiniz? Çətin sualdır. Birtəhər düzdür. Həqiqətən çətinliklər olub və s. Amma mən 23 yaşında evdən qaçıb, başımı bir ofisə soxub, 10 il kitablarla sevişən bir adam olmuşam. Yəni yaşayıb, düşünüb, yaradıb, planlayıb, işlər beynində gələcək planlar qurub və s. Bu işlərlə məşğul olmuş bir insan olmuşam. Və heç vaxt bilsən, sən özünü tanımalısan. Ən gözəl dərman odur. Sən bilməlisən konkret, sən kimsən. Sən kim olduğu biləndə 7 milyard insan sənə şübhə etsə də, sən sadəcə düşünəsən ki, bu 7 milyardı niyə başı xarab görürsən? Yəni, mənim özüm haqqında. Yer kürəsində ikinci bir insan yoxdur ki, onun fikri maraqlı olsun mən. Yəni, özümlə bağlı. Başqa şeylər də ola bilər. Yəni, mənim haqqımda yer kürəsinin 7 milyard yarımın əhalisinin içində ikinci insan yoxdur ki, onun fikri maraqlı olsun ki, Emin belə bir adamdır. Bu 20 yaşındakı Emin'in de düşündüğü bir şeyiydi, yoksa 30'dan sonra 35-40 yaşındaki Emin'in düşüncesi? Yani bu bir tamamen formalaşmış olmuş şəxsiyyətin bir cümləsidir mi? Əlbəttə get-gedə formalaşırsan. Hamımız ölüb gedəcəyik. Kiminsə həyata baxışı, mən başa düşdüm ki, hər kəsin həyata baxışı sadəcə fərqlidir və sənin bir yolun varsa, sənin bir baxışın varsa, o baxış kiməsə xoş gəlməyə bilərsə, onun öz problemidir. Yəni, mənim konkret iki dənə nöqtədə çatacağım bir nöqtəm var. O nöqtədə göydən mənə zəng gelib desələr ki, sən səhvsəncə maç edirəm. Gələrəm, söhbət edəyər, ora gələmdir. Burada mən deyəndir. Ya öləcəm, ya eləyəcəm. Yəni, mənim öz marağım var da dünyada. Mən istəyirəm, məndən sonra desinlər, yer kürəsində bir dənə ədəbiyyatçı var idi. Dünyada 2000 romanı oldu. Dünyada böyük əsərlər yaratdı. 54 dənə opera yazdı. Nə bilim, nə. Mənə xoşdur, bu mənə xoş gəlir. Yaratmağa xoş deyirəm. Yəni, deməsələr, sağ olsunlar. Amma mən bunu qoyub getmək istəyirəm. Mən demirəm ki, mənə ənam versinlər sağlığımda və s. Yox. Yəni, mən bunları eləmək istəyirəm. Məsələn, baxın, kompüterimi göstərsəm dəli olarsınız. Mən kompüterdə, məsələn, tam dünya operasından tenorun partiyası üçün olan bütün əsərlərin hazır proyekti var. Gündə gəlirəm, hərəsindən bir parça oxuyub, yazıb, mikrofonum hazır vəziyyətdə, yazıb gedirəm. Mən istəmirəm, ondan pul qazanmaq. Sabahsı gün gələcəkdə bir Azərbaycan gənci hansısa bir operanı öyrənəndə desin, bir Azərbaycanlı da bunu oxuyub. Gedib baxa gör, nətər oxuyub. Külliyyat olsun da, yəni külliyyat üçün edirəm bunu. Mən istəyirəm bizim kitabxanada, yəni romanlarım olsun və s. insanlarımız oxusun. Deməyək ki, biz bir yerdə bitdik. Bizim bitməyimiz üçün mənə lazım deyil. Mənə sağ olacaq deməyin, lazım deyil. Mən yazdığım romanları, operaları Azərbaycan üçün yazıram, özüm üçün yox.
Mənə bu dünyada nə lazımdır ki, bir insana həyatında bir ev, bir maşın, bir bağdan başqa nə lazımdır ki, güyəlinci, corba, mən gedəndə özümdən o boyda pulu apara bilmərəm, biz qazansam əgər, nə vaxtsa. Neyəcəm ki bunu? Tamam da, deyək ki, Fransada yemək yemədim, getdim 2 dəfə də Maldivdə yemək yedim. Sonra bu heç nəyi dəyişmir. Yəni bu şeylərin dəyişik bir şey olduğunu olan düşünən adamların başına şübhə edirəm mən. Onların başında problemi var yəni. Dostum var, deyir, falan yerdə yemək yedim, oradakı əti başqa yerdən gətiriblər, deyir, yox. Tümlü qapının ağzında restoran vardı, gidiyordu, gerek yiyək. Adam biləm, qardından ötürü buradan buzovnaya gedərmi 28'dən restorana. Ətdir də, bu həmin qoyundandır. O onun adı tutalım başqa olub, bu birisinin adı başqa. Kəsəndə olsa hamısı eyni şey. Bu qoyunun adı başqa olub, bu birisinin adı. Amma qoyun yəni də qoyun misal çəkirəm. İstehza ilə bunlar danışıram ki, yəni insanlar yəni bizən prioritetləri düzgün müəyyən eləmək lazımdır həyatda özün üçün. Sadəcə olaraq. Yəni insan həyatda gərək öz üçün prioritetləri düzgün müəyyən eləsin. Həyat bir laboratoriyanın içində belə, balaca bir otağın içində o qədər ki, xoşbəxt o qədər gözəl ola bilər ki. O gözəllik burada olur, ey qardaş. Burada olur. Gözəldir. Baxın, çox önəmli bir xislətin yoxluğu da ortaya çıxdı burada, təbii ki. Əlbəttə, sizi tanıyanlar daha yaxşı bilir. Zaten danışdıqca gələcəyə dair arzularınız, görmək istədiyiniz cəmiyyət tam o təsvir yaranır. Bizim bilənlərimiz, çalışanlarımız, cəmiyyətdə var olmaq istəyən dırnaq arası elm adamlarımız ən böyük problemləri, bax, siz danışdıqca mən fikirləşirəm ki, bu paxıllıq məsələsi. Bu, ümumiyyətlə, heç bir şəkildə nə gənclərimizi, nə böyüklərimizi öz aralarında, heç bir şəkildə, heç bir sahədə, yəni müsbət mənada inkişafa yol açmır. Bu xislətimiz maalesef təəssüflər olsun ki, bizdə ən çox böyütdüyümüz, hətta dəstəklədiyimiz, necə deyim, yedirib içirdiyimiz xislətdir. Məsələn, sizin kimi düşünən ziyalı insanlarımızın sayı biraz çox olsaydı, gənclərimiz yolu daha açıq olardı. Yəni, bir insanın Azərbaycana özünün şəxsi olaraq qatqısı çox ola bilər. Amma baxırsan ki, çox istəmir geridən gələnlər onun səviyyəsində olsun və ya onu keçsin. Və iləri atır. Həmişə olur. O adamlar Azərbaycanda həmişə olur. O dünyanın hər yerində olur. Məsələn, İtaliyada Mario Del Monaco adında bir şey var idi, tenor. Onun səsinə bənzər bütün tenorları aradan yalan gerçək, dünyada var faktlar, aradan götürməklə məşğul imiş, mafiyozuymuş. Necə də gülməli. Nə qədər böyük səslə oxusa da o Mario Del Monaco, artıq onun səsi çox balaca çıxır insanların gözündə. O boyda şey eləyəndən sonra istəyirsən səsin lay divar olsun. Yəni, özün balacasansan, səndən çıxan səs nə olacaq ki? Yəni, var elə, bizdə də olub çox məşhur bir-iki dənə vokalist, çox məşhur, qarifeylərdən. Yuxarı notları götürəndə görürmüş tələbələri baxıb, yüzünü çevirib oyuna götürürmüş ki, görməsinlər ki, o necə eləyir onu. Vallahi, mənim tələbəm buradadır. Adam neçə vaxt konservatoriya gedib, heç 2 dənə not üst-üstə qoya bilməyib. Ay yarımda artıq oxuyur. Özümdən çox ondan məşğul. Bütün günü səsimi dağıdıram, xırıldayıram, ona başa salana qədər. Və bunu qara qəpisiz edirəm. Çünki qardaşdır, belə oğlandır. Yəni deməm nədir? Ya, canım onu verdiyi məsələsi asılı deyil ki, yəni. Bunlar xırda şeylərdir, amma məsələ burasındadır ki... Bizim üçün böyükdür deməli. Yaxşı, vallahi xırda şeylər. İnanın, daha böyük şeylər həyatda. Biz həsrətik belə şeylər. Onun üçün bizim üçün böyükdür. Bəs bu bir tərif məclisi deyil. Yəni, bu məclis elə bir məclisdir ki, həqiqətən cəmiyyətdə görməyi arzu elədiyimiz, ac olduğumuz, susuz olduğumuz məsələlərdir. Bunu görəndə hətta
bir növ insan arxa planda bir şübhə də keçirir. Ağıllara gələ bilər ki, nədir məqsədi? Həmişə böyüklərimizdən bəziləri, o Sovet dönəmindən qalan bəzi böyüklərimizdə maalesef ki, düşüncələr var ki, o niyyəti nədir ki, sənə belə təmənnasız şəkildə bu köməkliyi eləyir və yaxud da bu dərsi keçir. Yəni, illa ki, arxasınca gələn başqa bir şey olacaq. Yəni, o qədər ciddi mənada bir mənəviyyat yoxsunluğu da var ki, yəni, belə bir şeyin gerçəkləşməyinə ümidi qalmayıb ümumiyyətlə. O ümidsizlik də gənclərə də aşılayır. Yəni, ola bilməzdir. Birisi sabah qarşıva belə çıxarsa, ondan şübhə duy. Çünki səndən bir şey tələb eləyəcək nöqtəni qoyduğunda. Mən sadəcə bundan zövq alıram, başqa sözü deyəcək bir şeyim yox. Ümumiyyətlə, o Ayerbenin intervyusunda o an cavabını vermiş. Yəni, Mərhəmət. burada bir şey yoxdur, əlbəttə ki. Bəli. Ümumiyyətlə, ən böyük sevgi də mərhəmətdən doğmalıdır. İnsan, insanın sevgisi iki cür olur. Birini deməyəcəm, o birisi mərhəmətdən doğur. Mərhəmətdən doğan sevgiyəndə o gözəl sevgidir və o ölənə kimi qalır. Bunlar dərin mövzulardır, istəmirəm.